Salam. Bu dəfə sizinlə kiçik başqa bir kitab haqqında danışacağım. Daniel Lieberman tərəfindən yazılmış Molecule of More, yəni çoxluğun molekulu adlı bir kitabdır. Bu kitab İngilizcə mən oxudum. Səviyyəsi hardasa deyərdim ki, intermediate səviyyəsində olan tələbələr bunu asanlıqla oxuya bilər. Lüğətdən istifadə olunacaqdır. Əgər intermediate səviyyəsində, amma az istifadə olunacaq. Kitab çox mükəmməldir. Məşhur dopamin hormonu barədə danışır. Biz hamımız dopamin hormonu sevgi, xoşbəxtlik hormonu kimi tanıyırıq. Amma dopamin hormonu eyni zamanda insanı böyük tələlərə də məruz qoya bilər. Yəni məhz bu hormon insanda doyumluq hissi vermir. İnsan daha çoxunun ardınca qaçdığı üçün bəzən böyük təhlükələrlə üzləşir. Ona görə də bu kitabda məhz dopamin hormonunun riskli, mənfi xüsusiyyətləri barədə çox maraqlı məqamlara toxunur. Məsləhətdir, oxuyasınız. Hələlik.